necə açılır? Bir nəfər mənə bu necə açıldığını deyə bilər. Essence yoxlamaq istəyirəm. Çünki keçən səfər mən hansı mağazaydı bilmirəm, orada Essence-ın məhsullarını gördüm. Bir dənə xanım gördüm Essence məhsulları haqqında danışırdı, çox bəyənmişdim. Düşündüm ki, mən də alım. Bu arada baxın, qablaşdırması belə sadə və çox şık, şirin, yəni boy olaraq da çox ideal boydur. Səyahət boyu deyil, öz boyudur, amma səyahət boyu kimi də istifadə edə bilərsiniz, böyük deyil. İçi belə köpük kimidir. Hara gedirəm gedim, günəş işığı məndən əl çəkmir. Nə baş verir burada? Yəni pigmentasiyası çox yaxşıdır deyə bilərəm. Sadəcə bir dəfə toxunuşa belə bir nəticə oldu. Çox bəyəndim. Bu Essence məhsullarından da istəyirəm sizə bir dənə tək marka videosu çəkim. Bu necə açılır? Bir nəfər mənə bu necə açıldığını deyə bilər. Bu transparan bir pudradır. Yəni ipək materialında bir pudradır. Yumuşaqdır. Yəni üzdə narahatçılıq verməyəcək. Hətta ipək kimidir. Çox qəşəng sürüşkəndir. Rəngi də belə bir ya tam ağ deyil, tam sarı da deyil. Hardasa belə sarımtıl rəngdədir. Qablaşdırması da belə sadə. Mən belə sadə, şık qablaşdırmaları çox daha bəyənirəm. Yoxsa o belə üstündə qaşlar, daşlar olan qablaşdırmalardan daha çox bəyənirəm. Gəlin əlimizin üstünü blurlayaq. Oh, açanda çətinlik çəkirsiniz qabın bu hissəsi dibinə qədər gedir deyə. Baxın, buradakı damarı, kapilyarı gəlin görək nə qədər bağlayacaq. Hal-hazırda çox belə soft görünür. Bəyəndim. Video çəkib üzümüzdə də necə göründüyünə baxa bilərik birlikdə. Daha sonra Essence-dan belə bir dənə palet almışam. Ten paleti almışam. Ay Allah, necə şirindir. Buna baxın. Ay Allah, çox şirindir. Çox şirindir. Mənim mallıq. İki rəngi var. Gəlin hər ikisini yoxlayaq.